Azərbaycan Dəmir Yollarının yalanı üzə çıxdı. Adı Aybəniz İsmailovanın işində hallanan Aysel Soltanova müəmmasına son qoyuldu. Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinginin Azcon icraçı direktoruna müşavir təyin edilib. Yeni Gündem Apareconomics-ə istinadən xəbər verir ki, bu vəzifə Aysel Vaqif qızı Soltanovaya həvalə edilib. Qeyd edək ki, Soltanova 1986-cı ildə anadan olub. Azərbaycan Dillər Universitetində Amerikaşünaslıq üzrə bakalavr, Mərkəzi Avropa Universitetində İctimai Siyasət üzrə magistratura təhsili alıb. Hazırda təhsilini İngiltərənin York Universitetində Biznes Administrasiyası (MBA) ixtisası üzrə davam etdirir. O, əmək fəaliyyətinə BPL şirkətində başlayıb, daha sonra Beynəlxalq Əmək Təşkilatında fəaliyyət göstərib. 2011-2023-cü illərdə Procter & Gamble, Azerkosmos və Aztelekom kimi şirkətlərdə müxtəlif rəhbər vəzifələrdə çalışıb. O, əmək fəaliyyətinə 2023-cü ilin daha sonra Beynəlxalq Əmək Azərbaycan Dəmir Yolları GSC sədrinin müşaviri olub. 2023-cü illərdə Procter & Gamble, Azerkosmos və Aztelekom kimi şirkətlərdə müxtəlif rəhbər vəzifələrdə çalışıb. 2023-cü ilin yanvarından son təyinata qədər Azərbaycan Dəmir Yolları GSC sədrinin müşaviri olub. Xatırlatma, Pravda, Azərbaycan Dəmir Yolları ADY Qapalı Səhmdar Cəmiyyətinin GSC Kommunikasiya Departamentinin rəhbəri vəzifəsindən nöqsanlara görə azad edilən Aybəniz İsmailova ilə adı halanan qurumun sədrinin müşaviri Aysel Soltanovanın vəzifədən azad edilməsi ilə bağlı xəbəri bir müddət öncə yazmışdı. Qurumda Daşqın Rəcəblinin rəhbərlik etdiyi Kommunikasiya Departamenti bunu yalanlamışdı. Mətbuatla bu cür qeyri-ciddi davranış yol verilməzdir. O, əmək fəaliyyətinə BP şirkətində başlayıb, daha sonra Beynəlxalq Əmək Təşkilatında fəaliyyət göstərib. 2011-2023-cü illərdə Procter & Gamble, Azerkosmos və Aztelekom kimi şirkətlərdə müxtəlif rəhbər vəzifələrdə çalışıb. 2023-cü ilin yanvarından son təyinata qədər Azərbaycan Dəmir Yolları GSC sədrinin müşaviri olub. Xatırlatma, Pravda, Azərbaycan Dəmir Yolları ADY Qapalı Səhmdar Cəmiyyətinin GSC Kommunikasiya Departamentinin rəhbəri vəzifəsindən nöqsanlara görə azad edilən Aybəniz İsmailova ilə adı halanan qurumun sədrinin müşaviri Aysel Soltanovanın vəzifədən azad edilməsi ilə bağlı xəbəri bir müddət öncə yazmışdı. Qurumda Daşqın Rəcəblinin rəhbərlik etdiyi Kommunikasiya Departamenti bunu yalanlamışdı. Mətbuatla bu cür qeyri-ciddi davranış yol verilməzdir.